Salam hörmətli dinləyicilər, gəlin sizlə maraqlı bir həndəsə sualına baxaq. Əvvəlcə tapşırığın şərtini oxuyaq, sonra tapşırığı həll etməyə çalışaq. Deməli, şəkildə gördüyünüz kimi iki çevrə verilmişdir. Kiçik çevrənin tənliyi x kvadratı üstə gələ y kvadratı bərabərdir 4-dür. Böyük çevrənin tənliyi x kvadratı üstə gələ y kvadratı üstə gələ 12, x üstə gələ 36 bərabərdir r kvadratdır. Kiçik çevrə kiçik çevrə M nöqtəsində toxunur. M nöqtəsinin koordinatları 1 kökdə 3-dür. Buna görə böyük eri tapın. Gəlin biz bu tapşırığı həll etməyə çalışaq. Əvvəlcə biz bu kiçik çevrənin mərkəzini M nöqtəsi ilə birləşdirək. Kiçik çevrənin mərkəzini M nöqtəsi ilə birləşdirək. Bildiyimiz kimi çevrənin radiusu toxunma nöqtəsinə perpendikulyardır. Sonra bu çevrəyə toxunan düz xəttin apsisonu kəsdiyi nöqtəni B hərfi ilə işarə edək. B hərfi ilə işarə edək. Sonra biz bu M nöqtəsinin koordinatlarını göstərək burada. İndi M nöqtəsindən OB-yə perpendikulyar çəkək. Bu perpendikulyarın oturacağını A ilə işarə edək. A hərfi ilə. Sonra biz deməli, böyük çevrənin mərkəzini bir hərflə işarə edək. Buna O1 deyək. O1 nöqtəsini T nöqtəsi ilə birləşdirək. Bildiyimiz kimi çevrənin radiusu toxunma nöqtəsi, toxunana perpendikulyardır. Bu perpendikulyar olar. Yəni O1T perpendikulyarda deyək ki, TB-yə. Bu nöqtə deməli toxunma nöqtəsinə perpendikulyardır. Radius. İndi biz davam edək. Deməli, üçbucaq OMA-dan yaza bilərik ki, OA bildiyimiz kimi üçbucaq OMA düzbucaqlı üçbucaqdır. Üçbucaq OMA bu şəkildən də görsənir. Üçbucaq OMA düzbucaqlı üçbucaqdır. OA bərabərdir 1-ə, MA bərabərdir kökdə 3-ə. MA bərabərdir kökdə 3-ə. İndi bildiyimiz kimi üçbucaq OMB də düzbucaqlı üçbucaqdır. OMB də düzbucaqlı üçbucaqdır. Onda biz OMB üçbucağından düzbucaqlı üçbucağından OMB düzbucaqlı üçbucağından metrik münasibətə görə yaza bilərik ki M
A-nın kvadratı bərabərdir OA vuraq AB. İndi bizdə MA var, yəni kökdə 3-ə bərabərdir. MA kökdə 3-ə bərabərdir. Bunu da yazmışıq, yuxarıda qeyd eləmişik. Yazıram bunun yerinə kökdə 3. OA var, bunu da qeyd eləmişik. 1-ə bərabərdir. 1. Vuraq AB yoxdur, biz onu axtarırıq AB-yə. Buradan alırıq ki, AB bərabərdir 3-ə. Kökdə 3-ün kvadratı 3 eləyir. Biri də AB-yə vuranda AB eləyir. Buradan alırıq ki, AB bərabərdir 3-dür. İndi AB-nin 3 olduğunu tapdıq. Onda OB bərabər olur OA üstə gələk AB. OA üstə gələk OB bərabərdir. OB bərabərdir OA üstə gələk AB. O da bərabərdir 1 üstə gələk 3. O da bərabərdir 4. Deməli OB 4-ə bərabər oldu. İndi biz görürük ki üçbucaq BMO oxşardır. Üçbucaq BTO1-ə. Bunlar oxşar üçbucaqlardır. İndi bu oxşarlıqdan biz deməli böyük çevrənin radiusunu tapmağa çalışacağıq bu oxşarlıqdan. Amma gəlin biz bu çevrənin tənliyini, bu x kvadratı, böyük çevrənin tənliyini üstə gələk y kvadratı, üstə gələk 12x üstə gələk 36 bərabərdir r kvadratı. Bu tənlikdə deməli çevrənin bu verilən çevrənin tənliyini deməli biz gətirək. Deməli bunun mərkəzinin harda yerləşdiyini tapmağa çalışaq bu verilən tənlikdən. O zaman mən bunu yazıram ki, x kvadratı üstə gələk 2 vuraq x vuraq 6 plus 6-nın kvadratı üstə gələk y kvadratı bərabərdir r kvadratı. Biz buradan yazırıq ki, x üstə gələk 6 kvadrat plus y kvadrat bərabərdir r kvadrat. Buradan mən bu tənlikdən görürəm ki, çevrənin mərkəzi, yəni böyük çevrənin mərkəzi O1 -6 0 nöqtəsidir. -6 0 nöqtəsidir. Bu böyük çevrənin mərkəzi -6 0 nöqtəsində yerləşib. -6 0 nöqtəsində yerləşib. Yəni çevrənin mərkəzi apsisoxunun üzərindədir. İndi biz o zaman müəyyən edə bilərik ki, O1 O məsafəsi 6-ya bərabərdir. Yəni buradan müəyyən edirik ki, O1 O məsafəsi 6-ya bərabərdir. Çünki bu çevrənin mərkəzi, böyük çevrənin mərkəzi -6 0 nöqtəsindədirsə, onda O1 onun uzunluğu 6-ya bərabər olar. Yəni təbii ki, O1 O moduldadır. O da bərabərdir 6.
İndi dedik ki O1 O6'dır. OB'nin də uzunluğunu tapmışdıq 4 idi. İndi onda üçbucaq deməli O1TB'dən O1TB'də deməli O1B bərabər olar nəyə? O1A daha doğrusu O1O üstəgələk OB-yə. O da bərabərdir. 6 üstəgələk 4 o da bərabərdir 10. Onda bu münasibətdən yaza bilərik ki, hansı münasibətdən BMO və BTO1 üçbucaqlarının oxşarlığından yaza bilərik ki, üçbucağın oxşarlığından yaza bilərik ki, deməli OB-nin nisbəti O1B-yə bərabərdir. M10'un nisbəti O1T'yə. İndi bizdə OB 4'dür. O1B 10'dur. O1B bayaq bunu yazmışıq, göstərmişik burada. O1B 10'dur. Bərabərdir. MO, yəni kiçik çevrənin radiusu MO, kiçik çevrənin radiusu 2'dir. MO kiçik çevrənin radiusudur, o 2'yə bərabərdir. Bu x kvadrat plus y kvadrat bərabərdir r kvadratıdırsa, r kvadratı 4'dürsə, onda r bərabərdir 2'dir. Yəni kiçik çevrənin radiusu MO 2'dir. Biz böyük çevrənin radiusunu axtarırıq, yəni O1T'ni axtarırıq. Biz bu münasibətdən yaza bilərik ki, 4 vuraq O1T bərabərdir 20'yə, 12'yə vuranda 20. Buradan da alırıq ki, O1T bərabərdir 20 bölək 4. Onda alırıq ki, O1T bərabərdir 5'ə, o da bərabərdir R. Bizdən də elə böyük çevrənin radiusunu tapmaq tələb olunurdu. Yəni R bərabər oldu 5. Maraqlı tapşırıq idi. Diqqətinizə görə sağ olun. İnşallah yeni videolarda görüşərik.